Xəbər verildiyi kimi ötən gün 14 yaşlı Murad Sadıqov Qazaxda çayda boğularaq həyatını itirib. Belə ki, o xilas edilib, xəstəxanaya çatdırılsa da həyatını qurtarmaq mümkün olmayıb. Muradın fotosunu təqdim edirik. Allah rəhmət eləsin. Bakıda müəmmalı ölüm hadisəsi baş verib. Lentas xəbər verir ki, hadisə Balıxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1943-cü il təvəllüdlü qəsəbə sakini İsmail Yusufovun üzərində bıçaq xəsarətləri olan meyidi yaşadığı evdə aşkarlanıb. Hadisənin motivi məlum deyil. Hazırda faktla bağlı araşdırma işləri aparılır. Masallı rayonunun Ərkivan qəsəbəsində 2 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Belə ki, Ərkivan qəsəbə sakini 31 yaşlı Rusif Babayev və Cəlilabad rayon sakini Nikmin Feyzullayevin idarə etdiyi Mercedes markalı avtomobillər toqquşub. Zərbənin təsirindən Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb, o hadisə yerindəcə ölüb. Avtomobildə sərnişin qismində olanlar 33 yaşlı Pərvin Əliyazoğlu Həsənov, 23 yaşlı Fərid Fərayimoğlu Qasımov və 34 yaşlı Araz Telmanoğlu Məmmədzadə isə təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq Araz Məmmədzadənin də həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.